Siz bu işi tamamlamamışsınız, düzdürmü? Mən bunu proqramda görmürəm. Bu müraciəti necə bağlamış ola bilərsiniz? 10 gündür mənim kartım aktivləşmir və adamlar bununla bağlı heç üzr də istəmir. Yəni bu o demək deyil ki, yəni siz bizi belə pis çıxmasın, trapka əski yerinə qoyasınız, yəni. Bu gün qarşınızda Paşabank, Miles & Miles Visa Infinite. Ölkənin ən bahalı kartlarından biri, illik 300 manat. Nələr var, nələr yox. Başıma nələr gətirdilər, nə biabırçılıqlar elədilər. Bugün onlardan danışaq. Həm də biraz müsbət tərəflərindən. İlk olaraq mən niyə Paşabankın Miles & Miles kartını aldım, ondan danışım. Bildiyiniz kimi mən Türkiyədə oxuyuram, yaşayıram. Yəni bu o deməkdir ki, Türk Hava Yolları ilə səyahət biraz mənə uyğundur. Və Türk Hava Yollarına daxili reyslərdə vergilər xarici reyslərdəki kimi çox yüksək deyil. Yəni məsələn Bakı-İstanbula baxanda 150-200 manat vergi görürsünüzsə, bu vergi ölkə daxili reyslərdə 10-15 manata qədər düşür. Və buna görə də mən Miles & Miles istifadəçisiyəm hələ də aktiv olaraq. Amma Paşabank həqiqətən məni üzdü. Ciddi şəkildə üzdü. Başıma gələnlərdə gəlin sizinlə bölüşüm. Baxın görün mən haqlıyammı ya haqsızammı, ya da bir müştərini bu qədər bankdan küstürmək nə dərəcədə doğrudur, ona birlikdə baxaq. Deməli 7 iyul mən Paşabankın bir kampaniyasını gördüm. Mium, bilmirəm bilirsiniz ya yox. Məşhur brendlərin satıldığı mağazadır, Gənclik Mallda yerləşir. Kampaniya elədi 450 manat üzəri alış-verişlərdə. Keçərli kartınız varsa 10.000, yeni kart sifariş verəcəksinizsə 21.000 mil hədiyyə verirdi. Mən də qərar verdim ki, onsuz da Bakı Qazipaşa uçacam. Gedim oradan alış-verişimi eləyim. Həm 21.000 milimi qazanım, həm yeni kart olsun, həm Paşabankın bu kartı sayəsində bəzi üstünlükləri də əldə edeyim. Amma gəlin ki, Paşabank məni təəccübləndirdi. Mən kartı kampaniyanın elan olunduğu gün, yəni 7 iyul sifariş vermişəm, ödənişini eləmişəm. Əlaqə saxladım. Baxın, burada məni təəccübləndirdilər və sevindirdilər bir müştəri olaraq. Əlaqə saxladım, dedim ki, mümkündürsə cümə gününə qədər çatdırılardı kart. Mən kartı təhvil alım, alış-verişmə edərdim. Sağ olsunlar, istəyimi nəzərə aldılar. Sonraki gün birbaşa mənim kartımı kuryerə təhvil verdilər. Mən tərəfsiz şəkildə hər şeyi burada danışmaq üçün bu videonu çəkirəm. Göndərdilər bir iş günü ərzində kartımı. Mən də sevindim. Şənbə günü anamla birlikdə getdik Miuma. Alış-verişimi elədim. Qəbzi də buradadır. Amma digər ki, mənə 10.000 mil hədiyyə verdilər. Mən bununla bağlı bunu görəndə əlaqə saxladım. Ayın neçəsi? 11 iyul mən əlaqə saxladım və bildirdim ki, mənim kartıma yetəri qədər mil gəlməyibdir. Kampaniya şərtlərinə də uyğun şəkildə idi. Hər nəysə, ayın güya 13-ü mənə mesaj gəldi Paşabank proqramından ki, müraciətiniz tamamlanıb, təsdiqlənib. Mən girib baxıram ki, burada mail yoxdur da. Əlaqə saxlayırsan, deyirəm, mil əlavə olunacaq, mil belə olacaq, elə olacaq. Bugün ayın neçəsidir? Bugün ayın 21-idir. Ayın 19-u mənim milim əlavə olunubdur mənim hesabıma. Yəni, siz bu işi tamamlamamışsınız da, düzdürmü? Mən bunu proqramda görmürəm. Bu müraciəti necə bağlamış ola bilərsiniz? Ödəniləcəyi təsdiqlənib. Mənə maraqlı deyil ki, mən oturub yəni bu milləri bir-bir takib eləməliyəm bütün ödənişlər üçün ki, oturub, oturmayıb. Düzgün şəkildə işləmirsiniz. Mən diqqət eləməsəm, məsələn, mənim milim batırdı da, düzdürmü? Müraciətim təsdiqlənəndən, yəni müraciət bağlanandan 6 gün sonra mən əlavə orada 11.000 mili görürəm. Bunu keçdim. Bunu tamam, bu hissəsi bəlkə də okey, yəni bir çox insan üçün. İndi gələk ən biabırçı hissəyə. Paşabank, hörmətli Paşabank, sizi 2022-də müştəriniz olanda sevərək istifadə edirdim. Ciddi anlamda ölkənin ən yaxşı mail kartı sizdə idi. Telegramdan mənim kartım aktiv deyil, Visa Concierge üçün. Yoxlayıram, dəfələrlə aktiv deyil. Əlaqə saxlamışam, xanımın tövsiyəsi. Yenə mən bu tövsiyələrdən bezmişəm artıq. Siz 500 manat dövrə eləməmsiniz, ona görədir. Axı mən bunu bilirəm. Xanıma deyirəm ki, mən bunu bilirəm də, bu deyil də. Xanım araşdırır, baxır, görür ki, həqiqətən yəni o deyil də. Mən mail atmışam xətanı aldığım screenshotı. Visa ilə də əlaqə saxladım. Visa da dedi ki, bankdan əlaqə saxlayın. Mən bundan sonra xəta aldığım screenshotı banka göndərmişəm. Və ayın 11-i yenə göndərmişəm.
Ayın 15-i mənə geri dönüş olunubdu 4 gün sonra. O da necə? Mən əlaqə saxladım, dedim ki, mənə geri dönüş olunsun. Mənim kartım Visa konsiyerja əlavə edilsin artıq. Mənə mobil tətbiqdən müraciətim tamamlandı. Yenə tövsiyə verirlər ki, gedin Visa chatbotla həll eləyin məsələni. Vizanın orada 360 dərəcə bu əlaqə yeri ilə əlaqə saxlayın. Mən həmin gün əlaqə saxlamışam. Artıq yəni insan tupoy yerinə qoyublar, əsəblərim oynadı da. Əlaqə saxlamışam, deyirəm ki, mən Visa konsiyerjlə əlaqə saxladım və onsuz da ona görə sizinlə əlaqə saxlamışam. Mənə deyir ki, sizin ancaq burada mailinizdə aldığınız xətanın görüntüsünü görürəm. Mən də dedim ki, siz məndən Visa ilə danışdığım qismi soruşdunuz, yazışmanı soruşdunuz, mən atmadım. Cavab yoxdur. Yenə başlayır danışmağa. Qardaş, bu məsələ nədir ki, mən başa düşmürəm. Mən bu kartı almışam, dövriyyəmi eləmişəm. Ayın 7-si, 11-i də dövriyyəmi eləmişəm təqribən. Mən ayın 21-nə qədər Visa konsiyerj görməmişəm. İnana bilirsiniz? Ciddiyəm, yəni 10 gündür mənim kartım aktivləşmir və adamlar bununla bağlı heç üzr də istəmir. Yəni heç bir hərəkətləri yoxdur. Deyir həll olunacaq, həll olunacaq. 5 gün sonra mənə Visa ilə təzədən əlaqə saxlayın mesajı göndərirlər. 10 gündə bir insanın kartı Visa konsiyerja açılar, yəni belə biabırçılıq olar. Niyə bütün problemlərin hamısı məni tapır? Mən başa düşmürəm. Baxın, deyim ki, yəni o qədər boşbekar insanam ki, bütün günü bunlarla məşğul olum. Qardaş, baxın, mənim sizdən Paşabank əməkdaşları izləyirsinizsə deyim. Mən elmi məqalə yazıram. Eyni anda hobim olan bir proqramın kodunu yazıram, düzdürmü? Onun yanında mən universitet oxuyuram və universitet üçün çalışmağa, yəni pul qazanmağa çalışıram, belə deyək. Eyni anda mən bunların hamısını, şəxsi hobbilərim, bu, mən bunların hamısını necə çatdırım? Yəni bununla yanaşı bir də sizinlə dava qırğını eləyim. Mən bunu anlamıram. Yəni siz anlaya bilirsiniz, yəni izləyicilər olaraq ya da Paşabankın hər hansısa bir əməkdaşı tərəfsiz olaraq mən həyatımda nəyə yer çatdırım? Hələ bunlardan əlavə mən bütün günü banklarla dava döyüm. ABB-nə Mərkəzi Banka şikayət elədim. ABB ilə əlaqəli mənə Mərkəzi Bankdan geri dönüş olundu. Bu biabırçılığı da ayrı videoda çəkəcəm, yəni. Mən başa düşmürəm. Mən sizlərlə oynamalıyam, ancaq mənim işim gücüm yoxdur. Niyə bu qədər hörmətsizlik, dəyərsizlik edirsiniz müştərilərə qarşı? Bu hissələr həqiqətən məni yordu, ciddi anlamda yordu. Çünki artıq insan əsəbləşir. Tupoy yerinə qoyulduqca insan əsəbləşir. Mən əlaqə saxlayıram, mənə deyir belə-belə 500 manat dövriyyə yerində. Deyirəm ki, ay xanım, Vizanın dövriyyə tələbi olmayanda mən Visa Premium kartı işlədirdim. 150 manatlıq dövriyyə tələbi gələndə də işlədirdim. 350 də gələndə işlədirdim. 500 gələndə də işlətmişəm. Yəni mənə bunu öyrətməyinizə ehtiyac yoxdur. Yəni ən azından görürsünüz ki, bu adam 2022-dən bəri sizin müştərinizdə təkrardan kart alıbdı. Sizin kampanyalarınızı bəyənib, bankçılıq anlayışınızı bəyənib, sizdən kart əldə edib, düzdürmü? Yəni belə düşüncəsiz danışıqlar kimin nəyinə lazımdır? Nə olsun, mən milyoner deyiləm, mən milyardlar saxlamıram kartda. Mən sizin xidmətinizə dəyər vermişəm, bəyənmişəm və sizin xidmətlərinizdən faydalanmağa çalışıram. Yəni bu o demək deyil ki, yəni siz bizi belə pis çıxmasın, trapka, əski yerinə qoyasınız, yəni. Nəysə, yəni bu hissəni çox uzun tutmaq istəmirəm dedim və 10 dəqiqə danışdım. Yəni bu hissə əslində dediyim kimi mənim yaşadığım ən böyük, yəni Paşabankla həqiqətən yaşadığım ən mənfi təcrübə idi. Paşabanka dəyərsiz hissləri üçün, müştəriyə qarşı davranışı üçün təşəkkür eləyirəm. Bu hissəni keçirik, tamamladıq. Gəlin keçək Paşabank kartının premium özəlliklərinə. Kampaniyadan əlavə niyə bu kartı aldım, onlardan danışım sizə. Bu arada unutmadan sizə kartın mənə nə şəkildə göndərildiyini göstərim. Baxın, bu şəkildə mənə tərs tutmuşam və mən bunu açdım və açığı daha çox bir şey gözləyirdim. Bu şəkildə kartın üstünlükləri, digər məlumatlar göstərildi. Başqa da heç nə yoxdur. Kart da buradan çıxdı. Əvvəl ən azından Acıbadəmin kartını verirdiniz 5 illik, 20%, 25% tibbi müdaxilələrdə indirim olunurdu. Digər banklar biri belə bir sonsuz stəkan hədiyyə verir, blanknot hədiyyə verir. Yəni siz bizə bir blanknotu ya da stəkanı çoxmu gördünüz? Ən azından qələm qoyardınız yanına. Deməli, Visa Infinite Miles and Smiles kartı. Niyə Visa aldım? İlk olaraq bundan başlayaq. Visa konsiyerjdə Paşabank bizə bildiyiniz Visa təqdim eləyir. Visa təqdim eləyir, indi çaşasız. Visa nə?
Schengen, Birləşmiş Krallıq və yaxud da Amerika Birləşmiş Ştatlarına ödənişsiz şəkildə viza təqdim eləyir. Pasha Travel əlaqəsi ilə, Pasha Travel əməkdaşlığı ilə belə deyək. Yəni almağımda ikinci ən böyük səbəblərdən biri də buydu. Yəni ona görə almağa qərar verdim. Mən aldım və bundan sonra bir kampaniya gəldi. Bura görüntüsünü də yerləşdirərəm. 2 qat mil verirlər, üstə gəldi 15 mində dövriyyə ilə. Adam yana-yana qalmasın, neynəsin. Amma yəni yenə mənim alış-veriş kampaniyam da çox qəşəng idi. Amma yeni kampaniya da qəşəngdir. Bura görüntülərini qoyum. İndi mən dövriyyə edərək 4000 manat dövriyyə edərək səhv eləmirəmsə 4000 mil qazanacağam. İndi və yaxud da 3 illiyi birbaşa ödəyərək 800 manat ödəyərək o vaxtı 7000 mil verirdi, səhv eləmirəmsə də, ya da plus 7000, yəni ümumilikdə 11000 mil verirdi. İndi isə kampaniya dönəmində sentyabr ayına kimi səhv eləmirəmsə keçərlidir. Burada 6000 üstə gəldə dövriyyə şərtlərini tamamlasan 15000-də bir verirlər, 21000 verirlər. Belə pis olmasın, bilsəydim Miumdan alış-veriş yerinə elə bunu tərcih eləyərdim. Nəysə, kartın ən böyük dediyim kimi, ən belə mənim üçün gəl deyən özəlliklərindən biri Miumdan 21000 mil idi, digəri isə ödənişsiz viza almaq idi. Bu arada mən kartı əvvəlki videoda ABB-nin 1000 manatlıq, daha doğrusu 1000 yox, Black-lə, səhv eləmirəmsə ABB-nin Black-ni qarşılaşdırmışdım, Mastercard-larını. Həmin vaxtı Pasha Bankın nağdlaşdırma limiti 2000 manat idi cəmi cümlətani. İndi həmin limitlər çox yüksəlibdi. Digər kartlar üçün bura yerləşdirim, amma mənim kartımda nağdlaşdırma limiti 20000 manata yüksəldi ölkə xaricində. Amma yenə də bu mənim eleştirdiyim nüans var idi ki, komissiya çıxılır, sonra qaytarılır. Həmin nüans hələ də eyni şəkildə qalıbdır. Yəni komissiya yenə çıxarılır, sonra gələn ayın başında təkərdən sizə qaytarılır. Bir digər nüans nədir? Əvvəl konvertasiya 0.5% idi. Artıq Pasha Bank da 1%-ə qaldırıb konvertasiyanı. Amma müsbət cəhət nədir? Mərkəzi bankın valyutasını açır. Mərkəzi bankın valyutasında nədirsə, onun üzərinə 1% komissiya qoyur. Yəni bu şəkildə baxdığımız zaman avro ödənişləri məsələn və yaxud da türk lirəsi ödənişləri, digər valyutalarda ödənişlər Pasha Bankda daha sərfəli olur bu baxımdan. Çünki digər banklara baxdığımız zaman avro ödənişlərində bu aradakı makas, yəni fərq çox yüksəkdir digər banklarda, amma 1% komissiya ilə Pasha Bankda konvertasiya komissiyası belə deyək, daha yaxşı vəziyyətə gəlir. Köçürmə limiti yenə digər kartlara yoxdur. Bunun üçün EMON istifadə edə bilərsiniz və yaxud da başqa bir kartlar ağlıma düzü gəlmir. Yəni ABB-nin kartını istifadə edə bilərsiniz, 5000 limitli. O, bu, yəni hamısını birləşdirib ayrı-ayrı 10000 limitə əldə edə bilərsiniz. Onun xaricində yenə vizanın premium özəllikləri keçərlidir. İldə 4 dəfəmi, 6 dəfəmi, yəni kartlara görə dəyişir. Fast track var, hava limanında lounge girişləri var. Yəni bunlar onsuz da standartdır da, bildiyiniz kimi artıq. Yəni dediyim kimi kartın ən müsbət cəhəti çox gözəl kampaniyalar eləmək idi. Bu arada yay boyunca ölkə xarici ödənişlərin hamısında 2 qat mil, ölkə daxilində isə restoranlarda səhv eləmirəmsə 2 qat mil verirlər. Yəni bunu da bəyəndim. Yəni ABB ya da və yaxud da Premium Bank, digər banklar bu şəkildə böyük kampaniyalar eləmirlər. Və kart onsuz da 3 manata 2 mil verir. ABB amma deyəsən 1 manata 1 mil elədi ən bahalı kartını. 3 manata 2 mil versə də kampaniyaları yeterlidir. Ən azından ölkə daxilində məsələn benzin vurursan, sokardan vuranda əlavə mil verir. Digər yəni əməkdaşlarında da çox yüksək şəkildə təqdim olunan millər var. ABB hələ də bunu düzəltməyib. Premium Bankda da var, olmayasa onu da istifadə eləyirəm. Yəni baxdığımız zaman yenə də Pasha Bank bir köçürmə məsələsini də həll eləsə, liderliyini hələ də qoruyur bəzi məsələlərdən. Sadəcə tək problem Türk Hava Yollarında mil xərcləyərkən vergi ödənişləri çox yüksəkdir. Bu məsələni də həll eləsə, Pasha Bank düşünürəm ki, ölkədəki mil məsələsində hələ də öncəlikdədir. Mən mil kartlarını, yəni bankların təqdim elədiyi mil kartlarını sıralasam, birinci yerə hələ də Pasha Bankı yerləşdirərəm açığı, ikinci yerə Premium Bank All Miles, üçüncü yerə ABB-nin Azal Miles kartı, dördüncü, beşinci yerlərdə isə digər adi 65 manata, 65 milə 1 manat olan kartları dəyişə bilərəm, daha doğrusu yerləşdirə bilərəm. Video bu qədər idi. Düşünürəm ki,
bütün əsəblərimi tökdüm videonun üstünə. Biraz daha rahatlamış hiss edirəm özümü. Çünki artıq düşüncələrimi bir yerdə paylaşmış oluram. Əslində YouTube kanalımın açılma məqsədlərindən biri də buydu. Fikirlərimi bir yerdə bölüşürəm ki, hər kəslə hər şeyi danışmayım artıq. Yəni ona görə siz də YouTube kanalı açın, dərdlərinizi bölüşün. Videonu bəyəndinizsə bəyənməyi unutmayın. Yaxın zamanda yenə daha çox kartları incələyəcəm və yaxud da sizə faydalı məlumatlar verməyə çalışacağam. Sonraki videolarda görüşənədək sağ olun.